1960-cı illərdə tibb dünyası ağlasığmaz bir addım atdı. İnsan beyni cərrahi yolla tam iki yerə bölündü. Bu radikal əməliyyat sadəcə xəstələri sağaltmadı, o həm də insan şuuru haqqında bildiyimiz hər şeyi kökündən sarsıdan, geri dönüşü olmayan qəribə kəşflərin meydana çıxmasına səbəb oldu. Məlum oldu ki, kəllə sümüyümüzün içində tək bir mən yoxdur. Orada bir-birindən xəbərsiz işləyən iki ayrı dünya gizlənib. Hər şey beyin yarımkürələrimiz arasındakı o qalın sinir lifləri körpüsünün kəsilməsi ilə başladı. Bəs əslində nə baş vermişdi və bu təcrübələr insan haqqında hansı inanılmaz faktları gün üzünə çıxardı? Gəlin bu maraqlı təcrübələrin daxilinə inək və görək niyə sağ əlimizin etdiyindən sol əlimizin xəbəri olmaya bilər. Beynimiz iki yarımkürədən ibarətdir, sağ və sol. Normal şəkildə bu iki tərəf bir-biri ilə saniyədə milyonlarla siqnal ötürərək ünsiyyət qurur. Bu möhtəşəm məlumat magistralının adı korpus callosumdur. Bu təxminən 200-250 milyon sinir lifindən ibarət qalın bir körpüdür. 1960-cı illərdə tibb dünyası böyük bir çıxılmazla üz-üzə idi. Ağır epilepsiya xəstələri gündə onlarla dəfə tutma keçirir, həyatları kabusa çevrilirdi. Elektrik fırtınası beynin bir tərəfində başlayır, korpus callosum vasitəsilə digər tərəfə keçir və bütün beyni iflic edirdi. Neyrocərrahlar Joseph Bogen və Philip Vogel radikal bir addım atdılar. Bu körpünü kəsmək. Məqsəd sadə idi. Yanğının digər otağa keçməsinin qarşısını almaq üçün qapını bağlamaq. Əməliyyatlar uğurlu keçdi. Tutmalar dayandı. Xəstələr ayıldı və zahirən hər şey normal görünürdü. Onlar danışır, gəzir və zarafat edirdilər. Lakin Nobel mükafatlı Roger Sperry və onun tələbəsi Michael Gazzaniga bu xəstələrin daxilində nəsə bir şeyin təməlindən sarsıldığını hiss etdilər. Sperry və Gazzaniganın apardığı təcrübələr bəşəriyyətin özü haqqında bildiyi hər şeyi dəyişdi. Beynin sol yarımkürəsi bədənin sağ tərəfini, sağ yarımkürəsi isə sol tərəfini idarə edir. Eyni zamanda görmə sahəmiz də çarpazdır. Sol gözün gördüyü sol vizual sahə sağ beyinə, sağ gözün gördüyü isə sol beyinə gedir. Ən kritik nöqtə budur. İnsanların 95%-də dil və nitq mərkəzi sol beyində yerləşir. Sağ beyin isə dilsizdir, lakin məkan qavrayışı və emosiyalar sahəsində daha mahirdir. Təcrübələrin birində xəstənin yalnız sağ beyninə, yəni sol görmə sahəsinə gül sözü göstərilir. Tədqiqatçı soruşur, nə gördün? Xəstə sol beyni ilə danışır. Heç nə görmədim, amma xəstənin sol əlinə, yəni sağ beyin tərəfindən idarə olunan əlinə bir neçə əşya verilir. Sol əl dərhal gülü seçib götürür. Sol beyin hələ də israr edir. Mən heç nə görməmişəm, əlimdəkinin nə olduğunu da bilmirəm. Bu, tükləri ürpərdən bir reallıqdır. Beynin bir yarısı bilir, digər yarısı isə bildiyini belə bilmir. Kəllənin içində iki ayrı mən var və onlar artıq bir-biri ilə danışa bilmirlər. Bəs sol beyin, yəni danışan tərəf bilmədiyi bir hərəkətlə qarşılaşanda nə edir? Bax, burada insan psixologiyasının ən böyük özünü müdafiə mexanizmi işə düşür. Konfabulyasiya, yəni uydurma. Gazzaniganın ən məşhur təcrübəsini xatırlayaq. Təsəvvür edin, xəstə bir ekranın qarşısında oturur və baxışlarını mərkəzdəki nöqtəyə fokuslayır. Tədqiqatçılar ekranın yalnız sol tərəfində saniyənin 1/10 qədər qısa bir müddətdə yeri sözünü göstərirlər. Niyə sol tərəf? Çünki sol görmə sahəsindən gələn məlumat birbaşa beynin sağ yarımkürəsinə gedir. Əməliyyat olunmuş xəstədə bu məlumat sağ beyində həbs olunur. Çünki sol beyinə keçid üçün istifadə olunan körpü, yəni korpus callosum artıq yoxdur. Əmr icra olunur. Sağ beyin yeri sözünü görür, onu anlayır və bədənə ayağa qalxmaq əmrini verir. Xəstə heç bir tərəddüd etmədən ayağa qalxır və otaqdan çıxmağa başlayır. Tam o anda Gazzaniga xəstəni saxlayır və soruşur: "Niyə ayağa qalxdın?" Sual xəstənin qulağına çatır və sol beynindəki nitq mərkəzində emal olunur. Amma bir problem var. Sol beyin bayaq ekranda çıxan yeri sözünü görməmişdi. O, bədənin niyə hərəkət etdiyindən tamamilə xəbərsizdir. Sol beyin üçün bilmirəm demək bir seçim deyil. O, özünü ev sahibi hesab edir və hər şeyi idarə etdiyinə inanmalıdır. Cəmi bir neçə saniyə ərzində o, ətrafdakı ipucularını analiz edir. Bəlkə də otaq biraz istidir, bəlkə boğazı quruyub.
Xəstə tam əminliklə cavab verir. Sadəcə biraz susamışdım. Mətbəxə gedib su içmək istəyirdim. Xəstə yalan danışmır. O, yalan danışdığının fərqində belə deyil. Sol beyin sadəcə baş vermiş bir hadisəni, ayağa qalxmağı müşahidə etdi və ona bir məna yüklədi. O, keçmişdə baş vermiş bir hadisəni öz iradəsiymiş kimi ssenariləşdirdi. Bu təcrübə sübut edir ki, bizim şuurlu mənliyimiz əslində çox vaxt qərarları verən tərəf deyil. O, sadəcə verilmiş qərarlara məntiqi bəhanələr tapan bir rasionallaşdırma maşınıdır. Ayrılmış beyin xəstələrində bəzən yad əl sindromu müşahidə olunur. Bu, bədənin daxilindəki iki iradənin müharibəsidir. Bir xəstənin hekayəsində o, sağ əli ilə həyat yoldaşını qucaqlamaq istəyərkən, sol əli ilə onu itələyirdi. Başqa bir xəstə sol əli ilə bir köynək seçir, sağ əli ilə dərhal onu götürüb yerinə asır və başqasını seçirdi. Bu bizə nəyi sübut edir? Bizim şəxsiyyət dediyimiz şey vahid deyil. Sağ beyin daha çox impulsiv, emosional və bəlkə də daha dürüst ola bilər. Sol beyin isə daha çox sosial normalara uyğunlaşan, izah edən və mühakimə yürüdəndir. Aradakı körpü kəsildikdə bu iki daxili tərəf fərqli arzular nümayiş etdirməyə başlayır. İndi isə gəlin bu tip bir reallığı fəlsəfə ilə birləşdirək. Qərb fəlsəfəsinin atası Descartes düşünürəmsə varam deyirdi. O, şuuru bölünməz tək bir nöqtə kimi təsəvvür edirdi. Lakin ayrılmış beyin təcrübələri göstərir ki, şuur bölünə bilər. Əgər beyni iki yerə böləndə iki ayrı şuur yaranırsa, onda biz vahid ruh və ya vahid mən anlayışından necə danışa bilərik? Neyroelm adamı Sam Harris və filosof Daniel Dennett qeyd edirlər ki, bizim mən hissimiz beynin fərqli modullarının birlikdə işləməsi nəticəsində yaranan bir istifadəçi interfeysidir. Kompüterin ekranındakı qovluqlar kimi, siz qovluğu sürüşdürəndə ekranda tək bir hərəkət görürsüz, amma arxa fonda minlərlə kod sətiri və fərqli prosesorlar işləyir. Sizin daxili səsiniz, o mən, əslində gəminin kapitanı deyil, sadəcə baş verənləri radiodan elan edən bir diktordur. Kapitan isə minlərlə genetik kod, uşaqlıq travması, hormonal vəziyyət və sağ beynin səssiz qərarlarıdır. Bəlkə də hazırda ekran qarşısında əyləşib düşünürsüz, mənim beynim bütövdür, iki yarımkürəm arasındakı körpü yerindədir. Bu qəribə təcrübələrin mənə nə dəxli var? Əslində, cavab həm heyrətamiz, həm də biraz qorxuducudur. Bu təcrübələr sizin hər gün verdiyiniz qərarların, etdiyiniz seçimlərin və hətta ən dərin inanclarınızın əslində necə formalaşdığını ifşa edir. Normal insanlarda belə sol beyindəki o məşhur izahçı modulu bir saniyə belə dayanmadan işləyir. Onun yeganə vəzifəsi dünyanı və sizin hərəkətlərinizi məntiqli göstərməkdir. Hətta bu hərəkətlər tamamilə məntiqsiz olsa belə. Gəlin gündəlik həyatdan bir neçə sarsıdıcı nümunəyə baxaq. Təsəvvür edin, mağazada gəzirsiniz və eyni növ corab arasında seçim etməlisiniz. Psixoloqlar sübut ediblər ki, insanlar adətən sağ tərəfdə duran məhsulu seçməyə meyillidirlər. Amma həmin şəxsdən niyə bunu seçdin soruşduqda, o heç vaxt çünki sağda idi demir. Sol beyin dərhal işə düşür və uydurur. Bunun toxunuşu daha yumşaqdır və ya rəngi daha keyfiyyətli görünür. Əslində isə o, sadəcə baş vermiş bir hadisəyə utancaq bir bəhanə tapır. Yaxud daha dərin mövzulara baxaq. Sevgi və nifrət. Niyə o şəxsə aşiq oldunuz? Sol beyniniz sizə dərhal bir siyahı düzəldəcək. Çünki o çox intellektualdır, gülüşü gözəldir, ortaq maraqlarımız var. Amma neyrologiya deyir ki, çox vaxt bu sadəcə bədəninizdəki dopamin, oksitosin və qədim təkamül instinktlərinin yaratdığı kimyəvi bir fırtınadır. Sizin sol beyniniz isə sadəcə bu fırtınadan sonra gəlib mənzərəni təsvir edən bir sənədli film rejissorudur. O qərarı verməyib, o sadəcə qərarı izah edir. Biz özümüzü rasionallaşdırılmış yalanlarla idarə edən varlıqlarıq. Bir düşünün, niyə o axmaq hərəkət etdiniz? Niyə əsəbləşib o sözü dediniz? Sol beyin dərhal qəhrəmanlıq hekayəsi qurur. Mən bunu etdim, çünki qarşı tərəf layiq idi. Mən sadəcə özümü müdafiə edirdim. Reallıqda isə bəlkə də sadəcə qan şəkəriniz düşmüşdü və ya amigdalanız, yəni beynin qorxu mərkəzi idarə etməni ələ almışdı.
Biz öz həyat hekayəmizin həm yazarı, həm də oxuyucusuyuq. Amma problem burasındadır ki, biz çox vaxt hekayəni yazmırıq. Sadəcə artıq yazılmış ssenarini, yəni şuuraltı qərarları oxuyuruq və elə zənn edirik ki, mürəkkəb bizim əlimizdədir. Biz özümüzün ən böyük manipulyatoruyuq. Sol beyin bizi tək, bütöv bir iradəli mən olduğumuza inandırmaq üçün hər gün minlərlə kiçik yalan uydurur. Biz bir fərd deyilik. Biz daxilimizdəki saysız hesabsız səslərin arasından yalnız birini, ən yüksək və ən məntiqli danışanını mən kimi qəbul edən mürəkkəb bir sistemik. Beləliklə, ayrılmış beyin təcrübələri bizə təvazökarlığı öyrədir. Biz tək bir bütün deyilik. Biz nəhəng, mürəkkəb və bəzən bir-biri ilə ziddiyyət təşkil edən bir bioloji komitənin üzvüyük. Bu reallıq qorxulu gələ bilər. Sanki öz bədənimizdə sərnişinik. Amma bu həm də azadlıqdır. Mən dediyimiz o sıx qəfəsdən çıxıb beynimizin o dilsiz, rəngli və emosional tərəfini, yəni sağ beyni kəşf etmək üçün bir şansdır. Bəlkə də içinizdəki yaradıcılığın heç vaxt izah edə bilmədiyiniz o qəfil ilhamların mənbəyi illərdir sol beyniniz tərəfindən səsi boğulan o gizli digər məndədir. Bəs siz necə düşünürsünüz? Sizin daxilinizdəki izahçı bu videonu niyə bura qədər izlədiyinizə dair hansı bəhanəni uyduracaq? Maraqlıdır, elə deyilmi? Bu mövzu haqqında düşüncələrinizi şərhlərdə bölüşün. Şuurunuzun digər yarısına salam deyin. Növbəti videoda görüşənədək.